Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallahu vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sahih et-Tergib ve Terhib kitabından namaz fesli ve 17. bölüm et-Tergibu fi kethretil cema'a. Yani çoxlu cemaat olan namaza rəğbətləndirmək. Ubey ibn Ka'b radiyallahu anhu deyir ki, Sallə bina Resulullah sallallahu aleyhi ve sellem yevmen es-subha feqale. Allah Resulü sallallahu aleyhi ve sellem bir gün bize sübh namazını kıldırdı ve dedi ki, eşahidun fulanun, filan kəs namazdadır mı? Dediler ki yok. Dedi ki eşahidun fulanun, filan kəs namazdadır mı? Dediler ki yok. Dedi ki innehateyni salateyni ethkalu salavat ale münafiqin. Hakikaten bu iki namaz, yani sübh ve işa namazları münafiklere en ağır namazlardır. وَلَوْ تَعْلَمُونَ مَا ف۪يهِمَا لَأَتَيْتُمُوهُمَا وَلَوْ حَبْوًا عَلَى الرُّكَبِ. Eğer siz bu iki namazda nice fazilet, nice sevap olduğunu bilseydiniz, bu iki namaza hatta dizlerle imekleyerek olsa belə gələrdiniz. وَاِنَّ الصَّفَّ الْاَوَّلَ عَلَى مِثْلِ صَفِّ الْمَلَائِكَ. Həqiqətən birinci səhv, birinci cərgə meleklerin səhvi, meleklerin cərgəsi mislindədir. وَلَوْ عَلِمْتُمْ مَا فِي فَضِيلَتِهِ لَبْتَدَرْتُمُوهُ. Əgər siz birinci, yəni ilk səhvdə necə fəzilət, üstünlük olduğunu bilsəydiniz, onun üçün tələsərdiniz. وَاِنَّ صَلَاةَ الرَّجُلِ مَعَ الرَّجُلِ أَزْكَى مِنْ صَلَاةِ وَحْدَهُ. Həqiqətən kişinin başqa bir kişiyle qıldığı namaz, tək qıldığı namazdan daha təmizdir, daha üstündür. وَصَلَاتَهُ مَعَ الرَّجُلِينَ أَزْكَى مِنْ صَلَاةِ مَعَ الرَّجُلِ. Ve kişinin iki kişiyle kıldığı namazı bir kişiyle kıldığı namazdan daha temiz, daha üstündür. وَكُلَّمَا كَثُرَ فَهُوَ أَحَبُّ إِلَى اللّٰهِ عَزَّ وَجَلَّ. Ve her defa yani insanların sayı çoğaldıkça o namaz Allah'a daha sevimli namazdır. Yani ne kadar ki namazda insan sayı çok olur, adam sayı çoktu, Allah'a daha sevimlidir. Ve ona göre o cemaat namazı ki orada say çok olur, insanlar çok olurlar, o namaz Allah'a daha sevimlidir. Başka hadiste ise Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Salatur raculeyni yeummu ahaduhuma sahibehu ezka indallahi min salati arba'atin tetra. İki kişinin namazı, birisi diğerine imamlık ederek kılınan iki kişinin namazı Allah yanında 4 neferin tek tek ayrı ayrı kıldığı namazlardan daha temizdir, daha üstündür. Ve salatu erba'atin ezka indallahi min salati semaniyetin tetra. Ve 4 neferin namazı, yani 4 neferin cemaatla birlikte kıldığı namaz, birisi imamlık edir, diğerler ona tabi olarak kılınan namaz, Allah yanında 8 neferin tek tek ayrı ayrı kıldığı namazdan daha temiz, daha üstündür. Ve salatu semaniyetin ya ummuhum ahaduhum ezka indallah min salati mi'atin tetra. Ve 8 neferin kıldığı namaz, birisi imamlık ederek kıldıkları namaz Allah yanında daha temiz, daha üstündür. 100 neferin tek tek ayrı ayrı kıldığı namazlardan. Yani ne kadar insan sayı çoktursa namaz daha üstün olur. Ve hemçinin bu hadis bildirir ki 3 nefer, 5 nefer, 10 nefer harda olsalar da cemaatla kılması lazımdır. Tek tek ayrı ayrı kılması şeytandandır. 18. fəsil Et-tergibu fi salati fil felat. Çöllükdə, səhralıqda namaz qılmağa rəğbətləndirmək.
Ebu Said el-Hudri deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Es-salatu fil cemaati ta'dilu 25 salaten. Cemaatlıqda qılınan namaz, yəni cemaatlıqda deyəndə xüsusən məscid qəsd olunur. Cemaatlıqda qılınan namaz 25 namaza bərabərdir. Fəidə salləhə fi fələtin və əgər insan çöllükdə namazı qılarsa, çöldədir, hər hansı işinə görə və yaxud da hər hansı ehtiyacına görə, əgər çöllükdə namazını qılarsa, fəətəmmə ruku'əhə və sucudəhə və o namazın rukusunu və səcdəsini tam edərsə, bələğət 50 salətən, 50 namaza bərabər olar. Əgər tam edərsə rukunu da səcdəsində, yəni çöllükdə, səhralıqda, heç kəsin görmədiyi yerdədir və bu da o insanın Allahdan qorxmasını və Allah Teala mükafatını ummasını bildirir ki, heç kəs olmasa belə namazı vaxtında qılır və vaxtında qılması ilə yanaşı rukusunu və səcdəsini tam edir. Əgər belə olarsa, namazı 50 namaza bərabər olar. Və başqa ləfsdə isə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, salatul raculi fi cemaatin tezidu ala salatihi vahdehu bi 25 derece. Kişinin cemaatda qıldığı namaz, tək qıldığı namazdan 25 dərəcə artıqdır, üstündür. Fəin salləhə bi ardin qiyyin, əgər çöllü, biyabanlı bir yerdə o namazı qılarsa, fəətəmmə ruku'əhə və sucudəhə və o namazın rukusunu tam edərsə və səcdəsini tam edərsə, tuktəbu salatuhu bi 50 dərəcə, onun namazı 50 dərəcə üstün namaz olaraq yazılır. Səlmən el-Fərisi deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur, İzə kənə rəcülü bi ardin qayyin fəhanəti salatu. Əgər bir kişi çöllü, biyabanlı bir yerdə olarsa və namazın vaxtı çatanda dəstəmaz alsın, fəilləm yecid məən fəliyətəyəmməm. Əgər su tapmasa, təyəmmüm eləsin, yəni torpaqla təyəmmüm etsin. Fəin əqamə sallə mə'ahu mələkən. Əgər iqamə verərək namaz qılarsa, onunla 2 mələk namaz qılar. Və in əzzənə və əqamə. Əgər əzan verərək və iqamə edərək namazı qılarsa, onun arxasında ucu bucağı görünməyən Allah Teala'nın qoşunları namaz qılar. Yəni mələklər o insan ardında namaza duraraq onunla bərabər namaz qılarlar. Və bu da əzan verməyin və iqamə verməyin nə qədər mühüm olduğunu bildirir. Və həmçinin Uqbə ibn Amir radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur, Ya'cebu rabbuka min ra'i ghanemin. Sənin Rəbbin təəccüb edir qoyun otaran çobana. Fi ra'si şadiyyətin, bir təpənin başında, dağın başında yuəzzinu bis salati və yusalli, namaz üçün əzan verir və namazı qılır. Allah Teala deyir ki, unduru ilə abdi hədə, mənim bu quluma baxın, yuəzzinu və yuqimus salat, əzan verir, namazı iqamə edir, yəni vaxtında doğru düzgün namazı qılır, yaxafu minni, məndən qorxur. Qad ғəfərtu li abdi, artıq qulumu bağışladım və ədxaltuhul cənnətə və onu cənnətə daxil etdim. Və Allah Teala'nın təəccüb etməsi, məxluqatın, insanların təəccüb etməsinə bənzəmir, oxşamır. Allah Teala'nın təəccübü Allahın ucalığı, əzəmətinə layiq şəkildədir və insan öz təəccübü ilə müqayisə edə bilməz bunu. 19-cu fəsil Ət-tərğibu fi salatil işəyi və subhi xasatan fi cəmaatin. İşa və sübh namazını qılmağa rəğbətləndirmək, xüsusən də cəmaatla qılmağa və tərhibu minət təəxxuri anhumə və bu iki namazı gecikdirmək və yaxud da bu iki namazdan geri qalmaq, bu iki namaza getməməkdən çəkindirmək, qorxutmaq. Osman ibn Affan radiyallahu anh deyir ki, eşitdim, Allah Resulü sallallahu aleyhi ve sellem elə buyurur, Mən salləl işəə fi cəmaətin fəkəənnəmə qamə nisfəl leyl. Kim
işa namazını cemaatdə qılarsa, yəni məsciddə cemaatdə qılarsa, sanki gecənin yarısını namaz qılmış, ibadət etmişdir. Və mən sallə subhə fi cəmaətin və hər kim də sübh namazını cemaatdə, yəni məsciddə qılarsa, fəkəənnəmə salləl-leylə kulləhu, sanki bütün gecəni namaz qılmışdır. Və başqa ləfzdə isə buyurur ki, mən salləl-işə fi cəmaətin, kim işanı cemaatdə qılarsa, kənə kəqiyəmi nisfil-leyl, onun üçün sanki gecənin yarısını qiyamda, namazda keçirmiş olar. Və mən salləl-işə vəl-fəcrə fi cəmaətin, və kim də işa və fəcr namazlarını, sübh namazlarını cemaatdə qılarsa, kənə kəqiyəmil-leyl, gecənin, yəni bütün gecəni qiyamda, namazda keçirmiş kimi olar. Və bu da Allah Teala'nın lütfü, fəzilətidir. Allah Teala istədiyinə verir. Və kim sübh namazını və işa namazını məsciddə cemaatla qılarsa və bu da məsciddə cemaatla namaz qılmağın nə qədər mühüm olduğunu, müsəlman üçün nə qədər önəmli olduğunu bildirir. Və həmçinin bu bildirir ki, yəni müsəlmanlar cemaatla bir olmalıdırlar. Və həmçinin hədis bildirir ki, ayrılıq, təfriqəçilik olmaz, cemaatdan ayrı düşmək olmaz. Əbu Hureyra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur, İnnə əthqalə salatin aləl münafiqinə salatul işəyi və salatul fəcri. Həqiqətən münafiqlərə ən ağır namaz, işa namazı və fəcr namazıdır, sübh namazı. وَلَوْ يَعْلَمُونَ مَا فِيهِمَا لَأَتَوْهُمَا وَلَوْ حَوَّا. Əgər bilsəydilər bu iki namazda necə savab, mükafat var, fəzilət, üstünlük var, bu iki namaza hətta iməkləyərək olsa belə gələrdilər. وَلَقَدْ هَمَمْتُ أَنْ آمُرَ بِالصَّلَاةِ فَتُقَامْ. Və istədim ki, namazı əmr edim, namaza iqamə edilsin. ثُمَّ آمُرَ رَجُلًا فَيُصَلِّيَ بِالنَّاسِ. Sonra bir kişiyə əmr edim ki, insanlara namazı qıldırsın. ثُمَّ أَنْطَلِقَ مَعِيَ بِرِجَالٍ مَعَهُمْ حُزَمٌ مِنْ حَطَبٍ. Sonra kişilərlə birlikdə gedim, yəni bir şələ odun olan kişilərlə bərabər gedim, o şəxslərin evlərinə ki, onlar cemaat namazına gəlmirlər. فَاُحَرِّقَ عَلَيْهِمْ بُيُوتَهُمْ بِالنَّارِ. Və onların evlərini odla yandırım. Və alimlər deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem bu istəməsi, yəni cemaat namazına məscidə gəlməyənlərin evlərini yandırmaq istəməsi, yəni xırda, yüngül işə görə olmur, məsələnin nə qədər ciddi olduğunu bildirir. Və cemaat namazına məscidə gəlməməyin nə qədər təhlükəli olduğunu və günah olduğunu bildirir. Və alimlər deyir ki, yəni cemaat namazına, məscidə gəlməyə imkanı olduğu halda insan bilir ki, əzan verilər və əzan veriləndə evindən çıxıb məscidə çata bilər. Əgər məscidə getmirsə, evində və yaxud da iş yerində qılırsa, insan günah qazanır. Namaz qılır, amma günah qazanır məscidə getmədiyi üçün. Və başqa hədisdə, başqa rəvayətdə, Səhih Müslimdə isə Allah Resulü sallallahu aleyhi ve sellem bəzi namazlarda bəzi insanları görmür. Məsciddə cemaatla qıldığı zaman bəzi insanları görmür məsciddə, namazda. Deyir ki, لَقَدْ هَمَمْتُ أَنْ آمُرَ رَجُلًا يُصَلِّ بِالنَّاسِ. İstədim ki, bir kişiyə əmr edim, insanlara namaz qıldırsın. ثُمَّ أُخَالِفَ إِلَى رِجَالٍ يَتَخَلَّفُونَ عَنْهَا. Sonra gedim o kişilərin evlərinə, yanlarına, onlar ki, cemaat namazına gəlmirlər. فَآمُرَ بِهِمْ فَيُحَرِّقُ عَلِيهِمْ بِحُزَمِ الْحَطَبِ بُيُوتَهُمْ. Və əmr edim ki, onların evləri şələ odunla, alov vurularaq o evlər yandırılsın. وَلَوْ عَلِمَ أَحَدُهُمْ أَنَّهُ يَجِبُ عَظْمًا سَمِينًا لَشَهِدَهَا. Yəni salat-ül işə. Əgər onlardan birisi bilsə ki, yaxşı, üstündə ət olan sümük tapacaq,
o namaza gələr. Yəni, əgər dünya mənfəəti olsaydı, o namaza gələrdi, məscidə gələrdi. Yəni, işa namazına gələrdi. Abdullah ibn Ömər radiyallahu anh deyir ki, səhabə, hansı ki Allah Resulü sallallahu aleyhi ve selləmi yəni, izləyən, ona tabi olmaqda şiddətli olan səhabə, Abdullah ibn Ömər, cənnətlə müjdələn şəxs, deyir ki, kunnə idə fəqadnər rəculə fil fəcri vəl-işəyi əsə'nə bihidvan. Əgər biz hər hansı bir kişini fəcr və işa namazında görməsəydik, yəni cəmaatla məsciddə görməsəydik, onun haqqında pis zənn edərdik. Yəni, o insanın münafiq olmasını düşünərdilər. Çünki cəmaat namazına gəlməyənin münafiq olduğunu deyirdilər. Və Nəxaq qəbiləsindən bir kişi deyir ki, eşitdim Abu Dərdə radiyallahu anhu ölüm gəldiyi zaman ölümünə yaxın belə deyir. Muhaddithukum hadithan semi'tuhu an Rasulillahi sallallahu aleyhi ve sellem. Mən sizə bir hədis danışacağım. Onu Allah elçisi sallallahu aleyhi ve sellemlə eşitmişəm. Eşitdim ki Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. U'budillâhe keenneke terahu. Allah'a ibadet et, sanki onu görürmüş kimi. Fe illem tekun terahu fe innehu yarake. Eğer sen onu görmesen de həqiqətən o səni görür. Va'dud nefseke fil mevte. Ve özünü ölüler arasında hesap et. Sanki meyitsen, ölüsen. Yani insan özünü ölüler arasında hesap etse ibadete necə olar? Yəni sorğu-sual olunacağını necə düşünər? Və həmçinin fani dünya malına görə ahirətini dəyişərmi? Və sonra buyurur ki Allah Resulü sallallahu aleyhi ve sellem وَاِيَّاكَ وَدَعْوَةَ الْمَظْلُومِ Məzlumun duasından çəkin. فَاِنَّهَا تُسْتَجَابُ Həqiqətən onun duası qəbul olunur. Yəni kimə zülm olunubsa onun duası qəbul olunur. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki zülümdən çəkin. Zülüm sözlə də olabilir, əllə də olabilir və yaxud da hər hansı bir şeylə. Zülüm haqsızlıqdır. Yəni zülüm bir şeyi öz yerine qoymamaq. Zülm odur ki, insana haqsızlıq etmək, onda olmayan bir şey demək, ona qarşı haqsızlıq etmək. Eğer zülm olunursa, istər sözlə və yaxud da hər hansı bir şeylə, malıyla və s. Əgər dua etdisə, Allah Teala duasını qəbul edir. Və insan da qorxmalıdır. Həm məzlumun duasından və həmçinin insan zülm edirsə, bilməlidir ki, hidayətdən məhrum olur. Allah Teala'nın dinində hidayətini itirir. Allah Teala Kur'an'da buyurur, İnna Allah la yehdil kavmel zalimin. Həqiqətən Allah zalim qövmləri hidayət etmir. Əgər insan tam şəkildə zalimdirsə, ümumiyyətlə hidayətdən məhrum olur. Yox, əgər müsəlmandırsa, İslamdadırsa, yenə zülm edirsə, hidayət əlindən çıxır və dində hidayətini itirir. Və sonra buyurur Allah Resulü sallallahu aleyhi ve sellem وَمَنْ اسْتَطَاعَ مِنْكُمْ أَنْ يَشْهَدَ الصَّلَاتَيْنِ Və sizdən hər kim iki namaza cemaatla iştirak edebilirsə, işa və sübh namazına hətta iməkləyərək olsa belə bunu etsin. Yəni sizdən hər kim işa və sübh namazına məsciddə cemaatla qıla bilirsə, hətta iməkləyərək olsa belə qoy bunu etsin. Ubey ibn Ka'b radiyallahu anh deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem bir gün bize sübh namazını kıldırdı. Ve dedi ki eşeydun fulanun, falan kes namazdadır mı? Dediler ki yok. Dedi ki falan kes namazdadır mı? Dediler ki yok. Dedi ki inne hateyni salateyni ethqalus salavat ala münafiqin. Həqiqətən bu iki namaz münafiklər üçün ən ağır namazlardır. Əgər siz bilsəydiniz bu iki namazda necə savab, necə mükafat var, nələr var, bu iki namaza hətta dizlər üstündə iməkləyərək olsa belə gələrdiniz.
Semra bin Cündeb radıyallahu anh deyir ki, radıyallahu anhu, Allah Resulü sallallahu aleyhi ve sellem ile buyurmuştur. Men salle subha fehuve fi zimmetillah. Kim sübh namazını kılarsa, yani esasen de burada cemaatla qəsd olunur. Cemaatla. Kim sübh namazını kılarsa o Allah'ın himayesinde, Allah'ın korumasında olar. Ve geçmişte salih Müslümanlar, selefler deyirlər ki, kim sübh namazını kılıbsa, cemaatla mescidde kılıbsa, deyirlər ki, bu insanla ehtiyatlı olun çünkü o Allah Teala'nın himayesindedir. Ebu Bekir Es-Sıddık radıyallahu anh deyir ki, az ki bu eyni hadistir, lakin əlavə olaraq Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, فَلَا تَخْفِرُوا اللّٰهَ فِي عَهْدِهِ. Yani Allah Teala'nın əhdini pozmayın. Yani Allah Teala əhd verib ki, kim sübh namazını mescidde cemaatla kılarsa o Allah'ın himayesinde olar. Allah Teala onu koruyar. Yani kiməsə tecavüz etmeyin, yoksa Allah Teala'nın himaye ettiği şəxsə tecavüz etmiş olarsınız. فَمَنْ قَتَلَهُ فَطَلَبَهُ اللّٰهُ حَتَّى يَكُبَّهُ فِي النَّارِ عَلَى وَجْهِهِ. Ve kim de Allah Teala'nın əhdini pozmaq istəyərsə, kimsə sübh namazını cemaatla kılan insana haksızlık etmek istəyərsə, Allah Teala onu yaxalayar ve nihayet onu üzü üstə cehenneme atar. Ve Allah Resulü sallallahu aleyhi ve sellemin sahabelerinden bir kişiden rivayet edir ve deyir ki ennel meleke yağdu. Yani Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuştur ki hakikaten melek yağdu bir ayeti ma evveli men yağdu ilel mescid. Mescide ilk giden insanla beraber melek gedir. فَلَا يَزَالُ بِهَا مَعَهُ حَتَّى يَرْجِعَ فَيَدْخُلَ بِهَا مَنْزِلَهُ. Ve onunla beraber gitmekte devam edir ve nihayet onunla menziline, evine dahil olur. وَاِنَّ الشَّيْطَانِ يَغْدُ بِرَایَتِهِ اِلَى السُّوقِ مَا اَوَّلِ مَنْ يَغْدُ. Ve şeytan ise pazara birinci giden insanla beraber öz bayrağıyla gelir. فَلَا يَزَالُ بِهَا مَعَهُ. Onunla beraber olmakta devam edir. Hatta o insan qayıdıb evine, menziline dahil olana kadar. Ve ona göre sünnede Allah Resulü sallallahu aleyhi ve sellem sahabeye tövsiye edir ve buyurur ki pazara ilk girenlerden ve ahırıncı çıkanlardan olma. Ve başka hadiste ise Allah Teala'ya en sevimli yerler mescidlerdir. Ve Allah'a en gazablı yerler ise pazarlardır. Çünkü mescid, ibadet, zikir, dua, Kur'an yeridir. Pazarlarda ise yalan, fırıldak vesaire günahlar çoktur. Yani günahların yığıldığı, toplaştığı yerdir. Ebu Bakr ibn Süleyman ibn Abi Hathme deyir ki Ömer ibn Xattab radıyallahu anhu Süleyman ibn Abi Hathme'ni sübh namazında görmür. Ve Ömer radıyallahu anhu pazara gedir ve Süleyman'ın evi de kaldığı yerde mescidle pazar arasındaydı. Femerra ala eşşifa ummi Süleyman. Yani Süleyman'ın anası Şifa'nın yanından geçende anasına deyir ki ben Süleyman'ı sübh namazında görmedim. Anası deyir ki innehu bâte yusalli fe galebethu aynahu. O gece namaz kılırdı. Yani gecenin namaz kıldığı için gözleri ona galip gelip yani yuxuya gidip yatıp kalıptır. Cemaat namazına gidebilmeyip. Ömer radıyallahu anh deyir ki لَاَنْ اَشْهَدَ صَلَاةَ الصُّبْحِ فِي cemaatin. Sübh namazını cemaatla yani mescitte benim kılmağım menden ötürü bütün geceni namazda geçirmekten daha sevimlidir.
Ebu Derda radıyallahu anh deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuştur. Men meşe fi zulmetil leyli ilel mesacid. Kim gecenin zülmetinde mescidlere yürüyerek giderse laqiyallaha azze ve celle bi nurin yevmel kıyameti. Allah Teala ile kıyamet günü nurla rastlaşar. Yani insan Allah'la karşılaşar kıyamet günü nurla. Sehl ibn Sa'd es-Sa'idi deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem öyle buyurmuştur. Beşşiril meşşâine fi zulemi ilel mesacidi bin nuri temmi yevmel kıyame. Zulmet, yani gece karanlığında mescidlere piyada yürüyerek gidenleri kıyamet günü tam bir nurla müjdelem. Çünkü kıyamet günü zulmet olacak. İnsan sırattan geçerken de zulmet olacak ve dünyada ettiği emellere göre, salih emellerine göre yolu nurlanacaktır. Ve Allah Teala'dan isteyelim ki Allah Teala bizi kıyamet günü o sırattan nurla, rahatlıkla geçenlerden etsin ve Allah Teala bizi öz dininde sabit etsin. Allah size de bereket versin. Subhaneke Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.